nəfsin bu şöbəsi ki var, məkr, hiləgərlik, nəfs daha can atır o hissəyə. Nəfsin ondan xoşu gəlir. Nəfs istəyir ki, hələ hilələr eləsin. Ona müvayət olmaq lazımdır. Özü də asta-asta insan hiləgərləşir. Evindən başlayır, evdə anasını aldadır, atasını aldadır, əvvəl gündən göz yaşı ilə bir cür aldadır bəzən. Qurban olası o anadakı yazıq, bəzən anan sənin də biraz ayıq-sayıq ol, hələ diqqətli ol, demirəm, hələ adam belə deyək də, heç kəsə inanmasın, bunu da izah eləmirəm. Amma bir dənə diqqətlə bax, hesabına görə bu doğrudan ağlayır, yalandan ağlayır. Bəzən elə məkri evindən başlayır, evin içindən başlayır, bir cür hilə. Sonra gedib-gedə bu hiləgərlik puxtələşməyə başlayır. Gördünüz o insan ki, ağlı zirəkdir, zirək insandır, düşüncələri. Müğayət olun ki, şeytan ona istiqamət verməsin ki, neyləməsin, o məkrəhli olmasın. O zehin bəsirətli olmağa onu dəvət eləsin, nəinki bu tərəfə. Çünki nəfs istəyir elə o tərəfə çəksin. Fitrət bu tərəfə çəkmək istəyir. Fitrət deyir, tədbirli ol, bəsirətli ol. Nəfs deyir, məkrli ol, hiləgər ol.